Sağa ötürmə. Qafardır burada topla. Qafar Babayev. Geriyə. Renat. Əli ilə oynayır. Əli İsrafilov. Renat yenidən topladı. Hələ ki irəli çıxmağa tələsmir Neftçi. Yalnız indi Renatdan sağ canaha ötürmə. Qafar Babayev istiqamətində. Babayevdən geriyə. Mikhailov. Əli İsrafilov. Emil Təhməzov oynayır. Əli. İrəli ötürmə. Futbolçu yaxınlaşır. Topu oyuna daxil edən futbolçuya. Digər oyuncu cərimə meydançasında boş mövqeyə açılır və ona ötürmə edildikdən sonra artıq boş qaldığı üçün cərimə meydançasında rahat şəkildə zərbə vurulur. Biz də belə bir hücumla, belə bir ev tapşırığı ilə Əli İsrafilov Əli topladı. Emil Quliyev ona yaxın idi. Sol canahla oynamağa qərar verdi. Sultan Orucov. Sultan orada topu yaxşı qəbul etməmişdi, amma çevrilə bildi. Topda qaldı Neftçidə. Sultanda. Sultan Orucov irəliyir sol canahdan. Sultan. Emil Təhməzov. Qafar. Emil Quliyev. Ruslan Quliyev. Sol canaha ötürmə. Burada Habil özünü çatdırır topa. Habil Süleymanov baxdı. Baxdı cərimə meydançasına. Habil özü irəliyir. Süleymanov daxil oldu cərimə meydançasına. Habil! Əli İsrafilov. Topla irəliyir Əli. Sağ canaha ötürmə. Qafar Babayev. Emil. Qafar. Babayevdən cərimə meydançasına ötürmə. Keçmədi. Topu orada. Sağ canahda Qafar Babayevdir topla. Emil Təhməzov. Sağa ötürmə şikardan. Qafar istiqamətində düşündü. Özü bir qədər irəli çıxdı. Ötürdü Ruslana. Ruslan Quliyev qaytardı topu. Yenidən Əliyə. İsrafilov sağ canaha baxdı. Burada Qafar topu qəbul edir. Qafar Babayev. Şikar. Yavaş-yavaş